Salam kanalımızın dəyərli izləyiciləri, abituriyentlərimiz və şagirdlərimiz. Mən EMAŞEM Tədris Mərkəzinin onlayn abituriyent şöbəsinin fizika müəlliməsi Əliyeva Gülnarə. Bildiyiniz kimi bugün Dövlət İmtahan Mərkəzi tərəfindən 1-ci və 4-cü qruplar üzrə 1-ci cəhd imtahanı keçirildi ki, bu videoda mən sizə 1-ci qrupların fizika suallarının izahını paylaşacağam. Digər videolarda, təbii ki, digər fənlərdə də müəllimlərimiz izah çəkəcək. Başlayaq 31-ci sualdan. Deyir ki, mayelərdə Paskal qanunun doğruluğunu hansı cihazla yoxlamaq olar? Bilirik ki, bu mayeli manometrdir. Ümumiyyətlə, suallarla tanış oldum uşaqlar. Düşünürəm ki, çox sadə keçibdi. Yəni, tam olaraq demək olar ki, toplunun suallarıdır. Kənar heç bir sual yoxdur. Deyim ki, sizi çaşdıracaq. Yəni, çox sadə, hətta bir dəfə toplunu işləyib, tam başa düşərək, dərk edərək, ümumi də bir dəfə təkrar eləmişsinizsə, çox rahat. Yəni 25 plus, hətta 30 belə yaza bilərsiniz. Ümid edirəm ki də mənim şagirdlərim və yaxud da mənim şagirdlərim olmayan uşaqlar da bu nəticəni əldə edəcəklər. 32-ci sualda. Koordinatın zamandan asılı qrafikinə əsasən harmonik rəqs edən cismin təcilinin amplitud qiymətini hesablayın. Deməli, təcilin bilirik ki, müxtəlif düsturları var. Yəni çoxdur təcilin düsturları. Sadəcə qrafika baxıram ki, amplituddur. Yəni x-in t-dən asılılığıdır və burada amplitud verilib və periodu qrafikdən tapa bilərik. O zaman təcilin 4pi kvadratı x-im bölünsün t kvadratı düsturundan istifadə edəcəyik. Burada 4 vurulsun 10, daha doğrusu pi-ni 3 veribdir. Kvadratı 9, x-im 0,8, periodu da baxın, çevrəyə tamamlayırdıq. 4-lü kvadratı 16. Buna ixtisar gedir 4, 4-dən bu ixtisar gedir, qalır 1,8. C variantı. 33-də. Sürtünmə misalı 0,5 olan üfüqi səth üzərində kütləsi 2 kiloqram olan arabacıq 25 Newton dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Hansı qrafik arabacığın sürətinin proyeksiyasının zamandan asılılığını ifadə edir? Deməli, birinci növbədə biz bilirik ki, sürət x oxunun əksinə gedir. Ona görə bizim cavablarımız ya Y, ya B, ya da D variantı olacaq. Yəni, aynen C-ni avtomatik çıxırıq. Sonra bir baxaq görək bu cisim bərabər sürətli hərəkət edir, yeyinləşənmi, yavaşanmı bunu bilməliyik. Bunu da bilmək üçün birinci növbədə sürtünmə qüvvəsi tapaq. Sürtünmə qüvvəsi bilirik ki, μ-dir, n də mg. Çünki yuxarı doğru n, aşağı doğru mg təsir edir. Reaksiya mg-yə bərabər olur. Sürtünmə də μn düsturundan μmg olacaq. 0,5 vurulsun 10, vurulsun 2. Bu eləyəcək 10 Newton. Təbii ki, biz bilirdik ki, dartı sürtünmədən böyüksə bu cisim yeniləşən hərəkət edir. Burada da D variantı olur. Sadəcə başlanğıc sürətə baxırsınız, çünki burada yeniləşən C variantı da ola bilər də. X oxunun əksidirsə D variantı olacaqdı. Yox, sürət X oxu istiqamətdə belə getmiş olsaydı A variantı, daha doğrusu C variantı olardı. 34-cü sualda deyir, M1 və M2 kütlələri nöqtə arasındakı qravitasiya qüvvəsi F-dir. Kütlələri M1 və M3 olan nöqtələr arasındakı qravitasiya qüvvəsi nəyə bərabər olacaq? Deməli, birinci növbədə 1 ilə 2-ni tapaq. J, M1, M2 bölünsün R kvadratı, amma məsafə 2-dir, kvadratı 4R kvadrat olacaq. Bunu mənə verib F. Gəlin buradan bax, J, M1, M2 bölünsün R kvadratı mənə tapaq. 4F. Sonra keçirəm 1-dən 3-ə. 1-dən 3-də J, M1, M3 bölünsün 1, 2, 3, 4. 16R kvadratı. Bu M3-ün də yerinə mənə deyir ki, M3 2M2-dir. 2M2 yazanda 2-lər gedir, qalır J, M1, M2 bölünsün 8R kvadratı. Biz dedik axı ki, J, M1, M2 bölü R kvadratı 4F'dir. 4F bölünsün 8 olacaq, F bölünsün 2. 35-ci sualda deyir, intensivli vektoru hansı istiqamətdə yönəlir? Biz bilirik ki, burada elektrik sahəsinin qüvvə xətləri müsbətdən çıxır, mənfiyə daxil olur. Bax, müsbətdən çıxdı, mənfiyə daxil oldu. Müsbətdən çıxdı, mənfiyə daxil oldu. Bu ikisinin də yekunu ortadan çıxan 3 olacaq. 36-cı sualda deyir, sabit həcmdə verilmiş kütləli ideal qazın mütləq temperaturunu 3 dəfə azaltdıqda onun təzyiqi 500 paskal azalıb. Qazın təzyiqinin əvvəlki qiyməti nə qədərdir? Mən sizə görürsünüz, dönə-dönə deyirdim ki, bu tip suallar, yəni garanti bir dənə bu tip sualınız düşəcək. Burada PV bərabər nÜRT-dir bizim düsturumuz. Həcm sabit qalanda, yəni nünün yerinə kiçik bölünsün böyük yazaq, verilmiş kütləli deyir çünki. Artıq kütlə sabitdir, həcm sabitdir. Bilirik ki, universal qaz sabiti, molyar kütlə bunlar da sabitdir. Təzyiqlə temperatur düz asıdır. T1 bölünsün T2 bərabər olacaq, P1 bölünsün P2-yə. Deməli, T bölünsün T bölək 3 bərabərdir. P bölünsün P çıxılsın 500. T'lər gedir. 3 bərabər P bölünsün P minus 500 qalır. Buradan
3P çıxılsın 1500 bərabər olacaq P-yə. 2P bərabər olacaq 1500-ə. P də bərabər olacaq 750-yə. 37-ci sualda fotoeffekt zamanı udulan fotonun enerjisi çıxış ilə 3 dəfə böyük olarsa, fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabərdir? Foton enerjisi bilirik ki, kinetik plus A çıxışdır. İndi mənə deyir ki, kinetik enerjini tap. Buradan kinetik enerji Y foton çıxılsın, A çıxış olacaq. Baxın, foton enerjisi çıxış ilə 3 dəfə böyükdür. 3A çıxış, çıxaq A çıxış. Eləyəcək 2A çıxış. 38-də sabit qüvvənin təsiri ilə müxtəlif cisimlərin aldığı təcilin onların kütləsi nasıl qrafiki verilmişdir. Bu qüvvənin qiymətini hesablayın. F bərabər M-a. Çox asan. 40. Sonra 39-cu sualda İ'nin U'dan asılı qrafiki verilibdir və deyir ki, müqavimətlər arasında müqayisə elə. U bölünsün İ'dir. Deməli, U'ya yaxın olanda daha böyük olacaq. R1 böyükdür R2, o da böyükdür R3-dən. 40-cı sualda yüklü zərrəcin impulsu azaldırsa, bax P bərabər QB-R'dir da bizdə. Buradan R bərabər olacaq Q, daha doğrusu P bölünsün QB. Burada görürsünüz impulsdan düz mütənasib. Deməli, azalırsa çevrənin radiusu da azalacaq. Amma periodun düsturu 2pm bölünsün QB-dir. Yəni, burada bax, nə sürət var, nə impuls var, nə radius var. Deməli, onlardan asılı deyil. Period dəyişməyəcək, radius azalacaq. 41-ci sualda başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. Deyir, hansı zaman anında cisimlər arasındakı məsafə ən böyükdür. Cisimlər arasındakı məsafə bilirik ki, baxın, bu birləşən V-nin T-dən asılılığında T4-də ən böyük olacaq. Mesela X-in T-dən asılılığında olsaydı, burada əslində ən kiçik olacaq. Çünki görüşürlər, bunlar arasındakı məsafə sıfıra bərabər olur. 42-ci sualda harmonik rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs tezliyi bərabər olarsa, deməli, nü1, nü2-yə bərabər desək, yəni belə deyək də, yaylı rəqqasın tezliyi 1 bölünsün 2pi kök altdan J bölünsün L-dir. Riyazi rəqqas, daha doğrusu riyazi rəqqasda 1 bölünsün 2pi kök altdan J bölünsün L-dir. Yaylı rəqqasda 1 bölünsün 2pi kök altdan K bölünsün M-dir. 2 pi'lər gedir, köklər gedir. J bölünsün L bərabər olur K bölünsün M-ə. İndi burada 10 bölünsün L bərabərdir 8 bölünsün, kütlədə görürsünüz bunu götürürəm. Yaylı rəqqası olanı götürürəm. 0,4. Buradan L bərabər olacaq. 4 bölü 8, 0,5. 0,5 metr, o da eləyir 50 santimetr. 2W bölünsün fi ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Deməli, 2, bunu yazaq, fi kvadrat bölünsün 2L. Fi'lər ixtisar gedir. Bəlkə belə yazaq, fi bölünsün 2. Bölünsün fi, fi'lər gedəcək, 2'lər gedəcək, qalacaq cəryan şiddəti. Yəni, maqnit sayəsinin ilk düsturu gəlir ağlımıza L kvadrat bölünsün 2, sonra var fi kvadrat bölünsün 2L, bir də var fi bölünsün 2. İndi hansı üçündən birini də yerinə qoysaz, yenə də bizə cəryan şiddətini verəcək. 44-dən deyir, İpə bağlanmış cisim şaqili müstəvidə bərabər sürətlə fırladılır. Əgər N nöqtəsində ip qırılırsa, cisim hansı istiqamətə hərəkət edəcək? Elə toxunan istiqamətdə. Yəni, sürət aşağı doğru gedir, o toxunan istiqamətdə. 45-də diffraksiya qəfəsində 1 mm məsafədə 500 cizgi vardır. Qəfəs üzərində tezliyi bu qədər hertz olan monoxromatik işıq düşdükdə spektrinə alınan maksimumların ən böyük tərtibini hesablayın. Deməli, biz yazırdıq. D bərabər K lambda, D-nin də yerinə L bölünsün N yazacaq, K vurulsun. Lambdanın da yerinə gəlin S bölünsün N yazaq. Buradan 10 üstü mənfi 3 bölünsün 500 bərabərdir. K vurulsun, 3 vur 10 üstü 8 bölünsün, 6 vur 10 üstü 14. Buradan K bərabər olacaq, deməli 6 vur 10 üstü 14 vur 10 üstü mənfi 3 bölünsün, 3 vur 10 üstü 8 vuraq 500. Buradan 6 ilə bu gedəcək 2. Gəlin belə eləyək. Bununla bu ixtisar gedir. Burada qalır 10 üstü müsbət 11. Bu 11 ilə bu gedir. Burada qalır 10 üstü 3. Bunlarla gedir. Qalır. Deməli 2-ni 5-ə bölsək 0,4. Bir dənə də 10 qalırdı deyə olur 4. C variantı. 46-cı sualda verilmiş kütləli ideal qaz bir halından 2 halına keçir. Hansı mülahizə doğrudur? Deməli, burada baxıram ki, xətt həcmdən çıxdı. Deməli, həcm sabitdir və təzyiq azalır. Təzyiq azalırsa temperatur azalır, temperatur azalırsa daxili enerji azalır. Və yaxud da ki, elə daxili enerjinin 2-də 3 PV düsturundan həcm sabitdirsə, təzyiq azalanda bu da azalacaq.
47-də konturdakı cəryan şiddəti 3 amper olan sarğacdan keçən maqnit seli bu şəkildədir. Sarğacın induktivliyi L bərabər fi bölünsün id. Deməli 3 0.6 bölünsün 3 eləcək 0.2. 48-də kulon vurulsun volt bölünsün kiloqram. Deməli burada nə olacaq? Gəlin düsturla gedək. Bax, Q bölünsün M vurulsun U. Buradan məsələn belə bir şey eləyə bilərik də. Q-unu biz ya da aça da bilərsiniz. Seçim sizindir. Bax burada düsturla da gedə bilərik, bununla da gedə bilərik. Məsələn düsturda biz bilirik ki Q-U, Y-U bu enerjidir da. Enerjini də M-ə bölsək kök altında bizə sürəti verir. Və yaxud işlə də gedə bilərsən, və yaxud klonu açarsan, volt açarsan, ixtisar apararsan. Yəni seçim sizindir. Necə istəyirsiniz, o hansı ki yol sizə asandır. Mən dərsi də həmişə deyirəm. Yəni ən asan yol düsturlarla getməkdir. Çünki düsturu yazanda konkret olaraq görünür. Amma vahidlərin açılışıyla da gedə bilərsiniz. Yəni sizə necə rahatdırsa. Aha. Burada deməli nisbi rütubətlər verilibdir. Quru termometrin göstərişi, yaz termometrin göstərişi bu həmişə böyük olur. Yəni nə zaman bərabər olar? Nisbi rütubət 100% olsa. Bu bir ortaqdır. Otaqdakı der su buxarı doymayandır. Yəni yenə deyirəm 100% olanda doyan olacaq. 2 ortaqdır. Mütləq temperatur daha böyükdür. Yəni fi bərabər biz P bölünsün P0, rho bölünsün rho0 yazırıq. Yəni mütləq temperaturdur, doymayan su buxarının sıxlığıdır, doymayan su buxarının təzyiqidir, havada olan su buxarının təzyiqidir. Yəni bunlar düz mütənasibdir. Ona görə mütləq temperatur daha böyükdür 1-də, yəni bura olacaq 3, 65% olanda. Təzyiq daha kiçikdir, nisbi rütubət kiçik olan ikinci otaqda. 50-ci sualda deyir, eyni cismi müxtəlif mayelərə saldıqda gərilmə qüvvələri bu şəkildə olur. Mayələrin sıxları arasında hansı münasibət doğrudur? Biz bilirik ki, bu cismə yuxarı doğru Arximet, aşağı doğru da mg təsiridir. Onu mən məsələn T bərabər yazsam, mg çıxılsın F Arximet olur da, düzdürmü? Buradan F Arximeti tapanda mg çıxılsın T olacaq. Mg-nin də yerinə rho maye və cisim J yazsaq, artıq burada görürük ki, mayenin sıxılı temperaturla tərs mütənasibdir. Ona tam tərs olacaq. Rho 1 kiçik rho 2, o da böyük kiçik rho 3 olacaq. Mütləq uzanmanın başlanğıc uzunluğu, yəni delta L-in L sıfıra nisbəti, nisbi uzanma epsilonu verir bizə. Burada şagirdim L çıx E0 yazıb, o da doğrudur. 52-ci sualda biz demişdik X-dir, təcildir, qüvvədir, potensialdır. Bunlar bir dəyişir. Sürətdir, impulsdur, kinetikdir, bir dəyişir. Deməli X azalır. 1 ilə 3 Y variantı, deməli orada kinetik enerjidir, sürətdir, impulsdur, artacaq. 53-də. Əvəzləyici qüvvənin gördüyü iş, yəni biz bilirik ki, sürət sabitdirsə, burada qüvvə sıfıra bərabər, deməli iş görülmür. İkinci hissədə iş sıfıra bərabərdir. Birinci yavaşlayandır, iş mənfidir. İkinci, daha doğrusu üçüncü yeniləşəndir, müsbətdir. 2 ilə 4. Ədəd 3 də uyğun gəlir. Birinci hissədə iş mənfidir. 2, 3, 4. 54-cü sualda, deməli 15 sutka ərzində nüvələrin 8-də 7 hissəsi parçalanıb. Parçalanmada bizim düstur necədir? N0 1 minus 2 üstü mənfi T bölünsün T. Buradan 8-də 7 N0 bərabərdir. N0 1 minus 2 üstü mənfi T bölünsün T. N0'lar gedir. 1-dən çıxanda 8-də 1 elir. 8-də 1 də biz yaza bilərdik 2 üstü mənfi 3. Bərabərdir 2 üstü mənfi 15 bölünsün T. T də bərabər olur 5-ə. Buradan T-ni tapdıq. Ondan sonra gətirib yenə yazıram. 16-da 15 N0 bərabərdir. N0 1 minus 2 üstü mənfi T bölünsün 5. Buradan N0'lar gedir. 1-dən 16-da 15-i çıxanda 16-da 1 qalır. 16-da 1-i də 2 üstü mənfi 4 yaza bilərik də. 2 üstü mənfi 4 bərabər 2 üstü mənfi T bölünsün 5. T də bərabər olur 20-yə. 55-ci sualda, deməli, mən deyirdim isə ki, bu sual mütləq şəkildə düşür. Ümumiyyətlə, bütün sualları demək olar ki, hamısı işlədiyimiz suallardır. Yəni, burada bir dənə sual yoxdur ki, deyəm ki, bunu işləməmisiz. Yəni, buradan da görünür ki, şagirdim demək ki, bütün sualların hamısını doğru yazıbdır. YU 2YU bölünsün M. Yəni, 2Y kinetik bölünsün M'dir. Hətta yuxarıda vahiddə də görsünüz, elə bu düsturun açılışıdır. 2YU bölünsün M, kök altda 2 vurulsun. Gəlin, buradan yazaq. 2 vurulsun, 1/6 vur 10 üstü mənfi. Bir dəqiqə, Y bölünsün, M ilə bir dəfəlik verib. Aha, onda 2 vurulsun. 2 vuraq 10 üstü 11. Vuraq 40. Buradan deməli 10 üstü 12, ondan çıxır 10 üstü 6. Bunlardan da çıxır 4. 4 vur 10 üstü 6, o da 4 megametr bölünsün saniyə olacaq. 56-cı sualda uşaqlar, burada sual düşməyibdir, amma bizə tezliyi,
3 vur 10 üstü 6 veribdir. İşıq sürətimiz 3 vur 10 üstü 8-dir. Dalğa uzunluğunu istəyir bizdən. Dalğa uzunluğuna düsturu ya ST ya da S bölünsün nöd. Buradan 3 vur 10 üstü 8 bölünsün 3 vur 10 üstü 6 eləyəcək 100 metr. 57-ci sualda sabit maqnitin qüvvə xətlərindən biri təsvir edilmişdir. Verilmiş nöqtələrdə maqnit sahəsinin induksiya vektorunun istiqamətləri üçün uyğunluğu göstərin. Biz deyirik ki, sabit maqnitdə N-dən S-ə doğru gedir də. N-dən S-ə doğru belə hərəkət edirik. Sürət kimi toxunam olacaq. L aşağı, M bu şəkildə, K yuxarı. Ümid edirəm ki, bu şagirdim bunu, yəni istiqamətləri düzgün çəkib burada variantları qeyd eləməyibdir. Ümid edirəm ki, bu şagirdim cavab kartında bunları düzgün şəkildə qeyd eləyibdir. Çünki istiqamətlər düzdür, amma biri A yazıbdır, 3-də yaza bilməyibdir. Yəni bu niyə belədir? Başa düşmədim. 58-ci sualda. K açarını açdıqda dəyişən cəryan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişəcək? Müvafiq düsturlar yazmaqla cavabınızı əsaslandırın. Deməli, dəyişən cəryandır və burada görürük ki, kondensatorda onda I bərabər olacaq. U bölünsün XC-yə. U da 1 bölünsün XC-də axı bizim düsturumuz. Yəni, belə deyim. U bölünsün XC-də, XC-nin də düsturu 1 bölünsün omega C-də. O da olacaq. U vurulsun omega C-yə. C ilə deməli baxırıq ki, düz mütənasibdir. İndi burada deyir ki, K açarını açdıqda, yəni K açarı bağlı olanda bu tutumdan da bu tutumdan da keçirdi. Yəni burada paralel birləşmədə tutum toplanır, C ümumi olurdu 2C. Sonra K açarını açanda buradan cəryan keçmədi. Sadəcə buradan keçir. Buradan keçir deyə C ümumi olur C. Deməli deyirsiniz ki, burada yəni düsturu yazırsınız və deyirsiniz ki, K açarı bağlı olanda ümumi tutum 2C, açıq olanda 1C-dir. Tutum 2 dəfə azaldığından cəryan şiddəti 2 dəfə azalmış olacaq. 59-cu sualda çəkisiz link və blokdan ibarət sistemindən M1 kütləli yük asılıbdır. Linkin də üfüqi istiqamətdə tarazlıqda qalması üçün ondan asılan ikinci cismin yerini və kütləsini müəyyən. Deməli, tarazlıqda qalması üçün yuxarıdakıların cəmi aşağıdakına, aşağıdakıların cəmi yuxarıdakına bərabər olmalıdır. Deməli, burada 300 bura, 300 buradırsa, bax, bura 600 Newton qalır. İndi bura düşünün, 50-dirsə 500 Newton eləyəcək. Onda bu M2-yə nə qalacaq? 10 kiloqram. Yəni 100 Newton. Ki 600-ə bərabər olsunlar. İndi kütləmiz 10-dur. Neçə dama olmalıdır ki, bu 500-ə tamamlansın? Linkdə bura deyil. 1, 2, 3, 4, 5. Deməli, S-dən asmalısan ki, sağ da 500 olsun, sol da 500 olsun. Deməli, 60-cı sualda deyir ki, müvafiq şüalardan istifadə etməklə çökük sferik K güzgüsündə verilmiş cismin xəyalını qurun. Deməli, biz çökük güzgüdə necə xəyal qururduq? 4 dənə şərtimiz var idi. Birinci deyirdik ki, güzgünün başoxluq oxuna paralel olan şüa qayıtdıqdan sonra güzgünün fokusundan keçməlidir. Güzgünün qütb təpə nöqtəsinə düşən şüa həmin nöqtədən simmetrik qayıtmalıdır. Güzgünün fokusundan keçən şüa güzgüdən başoxluq oxa paralel qayıtmalıdır. Dördüncü sonuncu da deyirdik ki, optik mərkəzdən keçən şüa güzgünün səthinə hansı yolla düşürsə, həmin yolla da qayıtmalıdır. Yəni, bir qısaca belə çəkirsiniz də. Yəni, bu sözlü şəkildə deyirsiniz. Sonra bir K nöqtəsi deyir də indi bizə. Bax, burada o bir nöqtəsi olsun, burada fokus olsun. Bax, gətirdik. Fokusdan keçdik. Bu birisini gətirdik. Bu birisi isə fokusdan bax, gəldi. Bax, belə oldu. Və son olaraq onu da qeyd edim ki, uşaqlar, artıq biz 1-ci, 2-ci gündən 2-ci cəhd üçün dərslərimizə başlayacaq. Siz də gec olmadan aşağıdakı nömrəmizlə əlaqə saxlayaraq bu şansınızı düzgün şəkildə dəyərləndirin. Çünki bu qruplarda siz çətinlik çəkdiyiniz mövzuları ən doğru şəkildə öyrənmiş olacaqsınız. Qəbullar, modellər, mənə aid sınaqlar işləyəcəksiniz ki, bu sınaqları işləyərək də artıq görəcəksiniz ki, hansı mövzuda zəifliyiniz var, hansı mövzuda çətinliyiniz var, hansı mövzunu yaxşı bilirsiniz və beləliklə o çətinlik çəkdiyiniz və yaxud da ki, problem yaşadığınız hansısa ki bir mövzu var, ona aid daha çox sınaq işləməklə, daha çox test işləməklə aradan qaldıracaq ki, biz ikinci cəhdə, birinci cəhdə elədiyimiz səhvləri eləməyək. Və yaxud da ki, birinci cəhdə çətinlik çəkdiyimiz mövzular artıq ikinci cəhdə bizə qorxulu gəlməsin. Yəni, ona görə də dediyim kimi, aşağıdakı nömrəmizdən əlaqə saxlayın və ən yüksək bal toplayan şagirdlər sırasında sizin adınız da olsun.